Salam, hər vaxtınız xeyir olsun. Sınavımızın izahına baxırıq. Birinci sualdan başlayırıq. Kvadratın daxilinə çevrə çəkilmişdir. Bir dənə kvadrat çəkirik və bu kvadratımızın daxilinə bir dənə çevrə çəkilmişdir. Bu çevrənin radiusu 8-dir. Əgər radius 8-dirsə, tez yazıram ki, tərəf 16-dır. Və deyir ki, perimetri bu kvadratın perimetrinə bərabər olan düzbucağının eni uzunluğunda 8 sm qısadır. Deməli, bu kvadratımızın perimetri bizim başqa bir düzbucağımızın perimetrinə bərabərdir. Kvadratın tərəfi 16-dır. 4 tərəfi olduğuna görə 4-ü 16-ya vuracağım. 4 yazdı 2 yadda 64. Deməli, kvadratımızın perimetri 64-dür. Bu perimetrdə düzbucağın perimetrinə bərabər olduğuna görə buna da 64-ü yazdım. Eni uzunluğundan 8 sm qısadır. Biz həmişə misalları yazanda toplama ilə bağlı ifadələr qururuq ki, hesablamaq rahat olsun. Əgər uzunluğa x vermisinizsə, eni x çıx 8 olacaq. Belə yazanlar da düz yazıb. Amma mən həmişə enə x verirəm, balacaya x verirəm. Böyüyə də x üstəgəlinə verəcəm, 8 verəcəm. Bunları toplayıram. X ilə x üstəgəl 8-i toplayıram. Vururam 2-yə. Çünki perimetri tapmaq üçün eni ilə uzunluğu toplayıb 2-yə vurmalıyıq. Bərabərdir 64. 2x üstəgəl 8 bərabərdir. 64-ü 2-yə böldüm. 32. 2x bərabərdir. 32-dən 8-i çıxdım. 24. X də bərabərdir 12. Deməli, bu düzbucağın sahəsini soruşur. Eni 12-dir. Uzunluğu da 12 üstəgəl 8, yəni 20-dir. Sahə 12 vurulsun 20. 12-ni vururam 20-yə. Bərabərdir 240. Cavabımız oldu A variantına bərabər. İkinci sual. Baxaq ikinci sualımıza. Sadiq ilə Sabirin yaşları 50-dir. Cəmi yəqin ki 50-dir. 5 il sonra Sabir Sadiqdən 2 dəfə böyük olacaq. Sadiqin 2 il sonraki yaşının rəqəmlər cəmini tapın. Bax, indi var. İndiki zaman var. Yazdı bura indi. Bir də 5 il sonra. 5 il sonra. İndi Sadiqlə Sabirin yaşları cəmi nə qədərdir? 50-dir. 5 ildən sonra hərəsi 5 yaş böyüyəcək və Sadiqlə Sabirin yaşları cəmi 60 olacaq. Niyə ay müəllim? Çünki Sadiq də 5 yaş böyüyəcək, Sabir də 5 yaş böyüyəcək. 2 dənə 5, 10 eləyir və 50-nin üstə 10 gəldim, 60. Və 5 ildən sonra Sabir Sadiqdən 2 dəfə böyük olacaq. Yəni Sadiq x olacaq, Sabir 2x olacaq. Bunların da cəmi 60 olduğunu görə bilərsiniz. 3x bərabərdir 60-a, x də bərabərdir 20-yə. Deməli, 5 ildən sonra Sadiqin yaşı 20 olacaq. X-imiz 20-dir axı. Sabirin yaşı 2 dənə 20. 2 vur 20 neçədir? 40 eləmiş olacaq. Bizdən də Sadiqin yaşının 2 il sonraki yaşının rəqəmləri cəmi soruşur. Baxın, burada qarışdırmaq olmaz. Bəzi müdavimlər, məsələn, cavablarda 22 axtarır və s. olmaz. Niyə? Çünki sənə tapdığın, bax, bu 20 Sadiqin 5 il sonraki yaşıdır. Sadiq 5 ildən sonra 20-dirsə, indi 15 yaşındadır. 5 ildən sonra 20 yaşı varsa, indi 15 yaşı var. Bizə isə indiki yaşı yox, 2 il sonraki yaşı lazımdır. 15-in üstə də 2 gəlirəm. 15-in üstə 2 gələndə 17 eləyir. 17-nin də rəqəmləri cəmi. 17-nin rəqəm cəmi E variantı nəyə bərabərdir? 8-ə bərabərdir. Doğru cavabımız oldu 8. Üçüncü sual. 25 işçi 250 mebeli 10 günə yığır. Bu çox sadə suallardan biridir. İşçi sayı, iş və zaman. 25 işçi, işin miqdarı 250 mebeli 10 günə yığır. Zaman 10 gündür. Bəs 15 işçi 150 mebeli neçə günə yığar? X günə. İşçi sayı, iş və zaman olanda zigzag formasına bir-birinə vururuq. 25 vurulsun 150, vurulsun 10 bərabərdir. 15 vurulsun 250, vur x. 15 vurulsun 250, vurulsun x. Gəlin bunu indi hesablayaq. Cavabımızı tapmağa çalışaq. Mən burada ixtisar aparam, hesablamam tez olsun deyə. Hər tərəfi məsələn 10-a bölsək, sıfırlar gedir. Hər tərəfi 15-ə bölürəm, burada qalır 10. Hər tərəfi 25-ə bölürəm, x olur 10-a bərabər. Siz yendirəm, kalkulyatorla hesablayıb da cavab ala bilərsiniz. Cavab oldu A. Dördüncü sual. Hovuzun 5'te 2'si doludur. Hovuza 450 litr su əlavə edilərsə 120 litr su daşar. Baxın, hovuzumuzun həcmi, yəni tutumu x olsun. 5'te 2'si doludursa buna yazıram 5'te 2 x qədər su var.
üzərinə 450 litr də su töksəm, bərabərdir. Hovuz tam dolur. Tam dolur nə deməkdir? X-dir da. Üstə gəldi 120 litr su daşır. Normalda məsələn desəydik ki, 5-də 2-si qədər su var, 450 də su töksəm, nə olar? Hovuz dolar desəydim, bərabər X yazardım, dolub. Amma bu dolmağı keçib artıq, yəni dolub, üstə gəldi 120 litr su daşıb. Yəni X üstə gəldi nə olacaq? 120 olacaq. Kəsirləri həll eləməyin qaydasını öyrənmişik. Məxrəcdən azad eləyəcəm. Hər birini 5-ə vururam, çünki orta məxrəcimiz 5-dir. 5-lər gedir, 2x üstə gəlsin, 0, 5 yazdıq, 2 yadda 20, bu da 22, bərabərdir 5x, üstə gəl, 0, 0 yazdı, 1 yadda 600, bərabərdir 5x çıxılsın 2x, 2250 çıxılsın 600, bərabərdir 3x, bu elədir 0, 5-dən 0 çıxanda 5, 12-dən 6 çıxanda 6, 1260. X də bərabərdir 1200, 1650-ni 3-ə böləcəm. 1650-ni 3-ə böləndə 5 dəfə 15-in içərisində 5, 0, 550. Deməli, bu hovuz neçə litr su tutur? 550 litr su tutur. 5-ci sualımıza baxaq. Avtomobil 1492 km yolun bir hissəsini 64 sürəti ilə, ikinci hissəsini isə 87 km sürətlə getmişdir. Yolun ikinci hissəsində avtomobil birinci hissədən 5 saat artıq vaxt sərf etmişdirsə, yolun ikinci hissəsini neçə saatda getdiyini tapın. Gəlin baxaq. Yolumuzun ümumi uzunluğunun nə qədər olduğunu yazıb. 1492. 1492 kilometrin bir hissəsini 64 sürətlə gedir, digər hissəsini 87 sürətlə. İndi bu 64 sürətindən neçə saat yolda olduğunu bilmirəm deyə x yazıram. 64 sürətindən x saat yolda olub. Digər hissədə isə birincidən 5 saat artıq. Yəni x üstə gəlsin nə? 5. Bu tərəfdə x-dir, sağ tərəfdə də x üstə gəl 5-dir. İndi baxın, 64x üstə gəlsin 87 vurulsun x üstə gəl 5 bərabərdir 1492. Və biz burada x-in qiymətini etməli tapmalıyıq. Niyə müəllim belə elədiniz? Çünki gedilən yolu tapmaq üçün sürəti zamana vurdum. Gedilən yolu tapmaq üçün sürəti zamana vurdum. İndi hesablayaq. 64x üstə gəlsin. 87 vur x 87x. Üstə gəl. 5 yazdıq. 3 yadda 40. 43 bərabər 1492. Bunu da toplayanda 1 yazdıq. 1 yadda 14. 151x bərabərdir 1492 çıxılsın 435. 12-dən 5-i çıxırıq 7, 8-dən 3-ü çıxırıq 5, 0, 1. 1057. Buradan da x bərabərdir. 1057-ni böləcəm 151-ə. Gəlin bölək. Elədi 7 saat. Deməli, x-imizin qiyməti 7-dir. 1057-ni böldü 151-ə elədi 7 saat. Bu 7 saat nədir? Bizə deyir ki, yolun ikinci hissəsində neçə saat zaman sərf edib. Birinci hissəsinə x demişdik, 7 saat tapdıq. İkinci hissəsi isə bundan 5 saat çox olduğuna görə 7-nin üstə 5 gəlirəm. 12 saat bizim cavabımızdır. 6. Şəkildəki fiqurun perimetrini tapın. Gəlin tapaq. Deməli, burada gözümüzdən qaçan bir şey yoxdur. Baxa görə. Bu tərəf 10-dur. Deməli, bu tərəf 10-dursa, bunun qarşı tərəfdə 1, 2, 3 dənə bu xətt nəyə bərabərdir? 10-a bərabər olacaq. Burada görə düşməyən bir ədəd varmı? Bəlkə nəsə düşməyib. Burada buralar 2 olmalıdır. 2 düşməyib burada. Sizdə elektron versiyada düzəldiləcək. Deməli, şəkildəki fiqurun perimetrini soruşursa, sol tərəf 10-dursa, sağ tərəfdə də 1, 2, bu 3 dənə xəttin cəmi 10 verəcək. Deməli, yuxarı hissədə bütövlükdə bura 1, 2, 3. Bu 3 dənə xəttin cəmi 14-dürsə, bununla paralel aşağıdakı 1, 2, 3. Bu 3 dənə xəttin cəmi də 14 olacaq. Deməli, 10, 10, 14, 14. Düzdürmü? Bura qədər nə qədər elədi? 8, 48 elədi. Üstə gəl. Deməli, 2, 2, 4, 2, 2, 4, 4, 4, 8 də bu elədi. 6 yazdıq bir yadda. 56. Bura 3, burada 3, 3, 3, bu da 6 elədi. Hamısını toplayanda bərabərdir 62. A variantı bizim doğru cavabımızdır.
Baxırıq 7-ci sualımıza. Ədədinin onluqları sayı yüzlükləri sayından filan qədər çox, filan qədər az. Bu tipli sualları da uzatmayaq. Əvvəldən demişdik. Birincidə gördüyümüz bütün ədəd nədirsə 426-dır. İkincidəki ədəd 3841-dir. Bu da 38400 nə qədərdir? 11-dir. Bu tipli sualları bu formada həll edirik. Gördüyümüz bütün ədədləri toplayırdıq. Birbaşa birinci ədədi almış olacağıq. Baxaq. 6 üstəgəl 1 7, üstəgəl 1 8, 2 üstəgəl 4 6, üstəgəl 1 7, 4 üstəgəl 8 12, o da 4 16, 6 yazdıq 1 yadda, 11 12 2 yazırıq 1 yadda, 42678. Deməli birinci ədədimiz 42678 imiş. Yəni AB-nin yerinə 7 8-dir. A-mız 7, B-miz 8. Bizdən deyir ki, B çıx A, yəni 8 çıx 7. Üstəgəl A vur B, yəni 7 vur 8. 8-dən 7 çıxıram 1, üstəgəl 56 bərabərdir 57. Cavab oldu A variantı. 8-ci sualımız. Sahəsi 441 ar olan kvadratı şəkildəki formada 3 bərabər hissəyə bölsək və alınan düzbucaqları şəkildəki kimi üst-üstə gəlməmək şərti ilə birləşdirsək, alınan fiqurun perimetrini tapın. Baxın, 441 ardır. Bunu 3 bərabər hissəyə bölürlər. Baxın, sahəsi 441 ar olan kvadratı 3 bərabər hissəyə bölürlər. 441 nə deməkdir? Yəni, nəyi nəyə vurublar 441 ilə? Bir bunu da düşünəcəyik. Sahəsi 441 isə, mən indi nə edəcəm? Burada, məsələn, 20 vurulsun 20 bilirsiniz ki, 400 eləyir. Düzdür? Deməli, 21 vurulsun 21 də bərabərdir, 441 eləyəcək. Və mən bunu həll eləmək üçün başa düşürəm ki, bu kvadratın tərəfləri 21 ar, 21 ardır. 21 ar deməyək, ar sahə vahididir. Yəni 21-in 21-ədir bu. 21-i 21-ə vurub 441 alıblar. İndi sən nəyi başa düşəcəksən? Birincisi, lap ta ki 441-i tapa bilmədin. Ən azı 3 yerə bölə bilməlisənmi bunu? Şərtdə verib də 441-i 3 yerə bölməlisən. 441-i bölürsən 3 yerə. Eləyə bir dəfə çıxılsın 3. 14-ün içərisində 4 dəfə çıxılsın 12, 21-in içərisində 7 dəfə. Deməli, hər bir kvadrat düzbucaqlı 147 ardır. 147 ar, 147 ar, 147 ar. Mən də arı kvadrat metrə çevirirəm ki, işim rahat olsun. 4, 4, 1-i vururam 100-ə, birisi də 1 arımız 100 kvadrat metrdir. Bu da eləyir nə qədər? 44100 kvadrat metr. Hə, bu nə deməkdir? Yəni 210-u 210-a vursaz, yəni 441 nəyin kvadratıdır? Hansı iki dənə eyni ədədi bir-birinə vursam 441 eləyər? Bu kvadratda axı tərəflər bərabərdir, buradan kömək alıram. Və 20-ni 20-yə vuranda 400 olduğunu bilirəmsə, yoxlayıram kalkulyatorla. 21-i 21-ə vurdum, yəni 441 elədi. Deməli, bu da 210 vur 210-dur. Yəni bizim bu fiqurumuzun bütün tərəfləri 210, 210-adır. Kvadrat olduğuna görə 210-un 210-adır. İndi məsələ nədir? 210-u 3 dənə düzbucaqlıya ayırdıq. Hərəsinin eni nə qədər oldu? 70, 70 və 70. Yəni bizim buradakı bir düzbucağımızın eni 70-dir, uzunluğu 210-dur. Bunu başa düşdüksə, bunu gətirib sağ tərəfdə fiqur formasında çəkiblər. Biz bu fiqurun perimetrini tapmalıyıq. Fiqurun perimetrini tapmaq üçün sən kənar xəttləri toplamalısan. Düzdür? Bax, burada bir dənə en, burada ikinci en, burada üçüncü en, burada dördüncü en. Yəni bu fiqurun tərəflərini toplayanda 4 dənə 70 toplayacağam. Çünki düzbucaqlının eni 70-dirsə, bu da həmin düzbucaqlılar da sağ tərəfə çəkiblər. 4 dənə qırmızı xəttimiz 70 elədi. Üstə gəl. Burada bütöv bir uzunluq var. 1. Burada bütöv ikinci uzunluq var. 2. Burada bütöv üçüncü uzunluğu var. 3. Burada bütöv dördüncü uzunluğu var. 4. 4 dənə də uzunluğu var bunun. 4-də 210'a vuracağım. Üstə gəl. Qaldı bax baba buradan bura qədər olan hissə, buradan da bura qədər olan hissə. Bunu bütöv götürə bilmərəm. Çünki bu içəridə olan xətt, bax bu xətt içəridədir, bu hesablanmayacaq. Bax buranı hesablamaq istəyirsinizsə 210-dan, bütöv 210-da axı. Həmin bax bu qırağı 70-i çıxmalısınız. 210-dan 70-i çıxanda bərabər nə qədər eləyir? 140 eləyir. Deməli 140 burayı üçün, 140 da burayı üçün. 2 dənə də nəyimiz var? 140'ımız var. Gəlin indi bunların hamısını hesablayaq.
280. Bu sual nisbətən düşündürücü sualdır. Çətin çəkənlər olacaq burada, narahat olmayın. Sadəcə evdə 3 dənə, yəni bir dənə kvadrat formalı fiqur kəsin. Onu 3 dənə düzbucaqlı formasına gətirin, kəsərək qayçını. Sonra bu formada bir fiqur düzəldin və xəttkeşdən ölçülər aparın. Biraz beyninizdə təsəvvür formalaşsın ki, bu sualı tam anlaya biləsiniz. 0, 4 və 8. Üstə gəl. 0, 8 və 2. Topladıq. 0, 16, 20, 0 yazdıq 2 yadda. 10, 12, 14. 1400. Alınan fiqurun perimetri 1400 metrə bərabərdir. Cavab oldu E variantı. 9-cu sual. Deməli, işçi bir gündə 6 saat olmalı, həftənin 6 günü işləyir və hər saatına görə 5.5 saat alır. 5.5 manat alır. Deməli, 1 gün, 2 gün, 3 gün, 4 gün, 5 gün, 6 gün işləyir. Hər günə də 6 saat, 6 saat, 6 saat, 6 saat işləyir və hər saata görə 5 manat 50 qəpik pul alır. Əgər işçi iş saatından artıq işləsə, hər əlavə saat üçün normal saatlıq maaşının 2 qatı qədər maaş alır. Hər əlavə saat üçün. İşin çoxluğundan 6 günlük iş həftəsində hər gün 8 saat işləyir. Deməli, normalda 6 saat işləyir, bu öz pulunu alacaq. Bir də əlavə bunun 2 saatları var, buna görə də əlavə pul alacaq bu. Və deyir ki, həftənin hər gün 8 saat işləyərsə, həmin həftə işçi nə qədər maaş alır? Normalda bir günə bu 6 saat işləyirdi və 5 manat 50 qəpikdən alırdı. Bərabər. Bu da eləyir nə qədər? 33 manat. Düzdürmü? Amma bu adam 2 saatda artıq işlədiyinə görə artıq 2 qat pul alacaq. Yəni 5 manat 50 qəpik yox, həmin o 2 saata görə 11 manat pul alacaq. 5 manat 50 qəpiyin 2 qatı. 10 manat, o da 50 qəpiklər toplandı 11 manat. Bərabər. Deməli, bu əlavə 2 saata görə də 22 manat pul alacaq. Yəni, bir gündə bizim bu fəhlə 55 manat pul alacaq. 33 manat öz normal əmək haqqısı, 22 manat da avans əlavəsi. 55 manat bu adam əgər əmək haqqı alırsa bir günə, həftənin də 6 gün işləyir. 6-ya vururam, 0 yazdıq 3 yadda, 330 manat pul qazanmış olacaq. C variantı. 10. Təkliflərdən hansılar doğrudur? Bölən hər zaman qalıqdan kiçik olmalıdır. Bölən hər zaman qalıqdan böyük olmalıdır. Kiçik olmalı deyil. Bu səhvdir. Biri çıxdıq. Bölən hər zaman qalıqdan kiçik olmalıdır. Səhvdir. Qalıq hər zaman böləndən kiçik olmalı. Bir nə sadə nə mürəkkəbədir. Bu doğrudur. 2 olanları seçəcəm. Ən kiçik sadə də 2-dir. Ən kiçik sadə də 2-dir. Bu da doğrudur. Cavab olacaq B variantı. Çünki 2 və 3-ə uyğun olan budur. 6-ya baxa 3 ardıcıl tək ədədin cəmi hər zaman təkdir. Məsələn, 3, 5, 7. 3 ardıcıl tək ədədin cəmi hər zaman təkdir. Özümdən misal yazdım. Doğru da oldu. Cavab oldu B. 2 yeşikdə cəmi 270 kiloqram meyvə var. Birinci yeşikdəki meyvələrin 7-də 3 hissəsi, ikinci yeşikdəki meyvələrin 5-də 2 hissəsi, bütün meyvələrin isə 12-də 5 hissəsi portağaldır. Birinci yeşikdəki portağal, ikinci yeşikdəki portağaldan nə qədər çoxdur? Deməli, 2 yeşikdə cəmi 240 kiloqram varsa, biz yazırıq birinci yeşik, bu da ikinci yeşik. Birinci yeşiyə x versəm, ikinci yeşik avtomatik 240 çıxılsın x olur. Çünki cəmi 240-dırsa, biri x olanda, o birisi də 240 x olur. Bu haqda ətraflı əvvəlki hissələrdə çox danışmışıq. Birinci yeşikdə meyvələrin 7-də 3-ü. Birinci yeşikdə x var, 7-də 3 olacaq, 7-də 3x. İkincidəkilərin 5-də 2 hissəsi. İkinci 240 x-dır. Bunu da 5-də 2-si deyirsə, 5-də 2-sini tapacam. Və bütün meyvələrin 12-də 5 hissəsi portağaldır. Birincinin bu hissəsi, ikincisinin bu hissəsi. Bunlar cəmi bərabərdir bütün yeşiklərdəki portağallara. Yəni, bütün yeşiklərdəki ümumi meyvə 240-dır. Bunun da 12-də 5 hissəsi portağaldır. Mən də bunun 12-də 5-ini tapıram. Böldüm 12-yə 20, 5-ə vurdum 100. Yəni, bizim 2 yeşiyimizdə cəmi 100 kiloqram portağal var. İkisində cəmi. İndi mən bunu həll etmək üçün məxrəcdən azad etmək üsulu seçirəm. 7 və 5-ə ortaq ədəd 35-dir. Vur 35, vur 35, vur 35. Baxın, bu misal, bu hissə vurmanla bir-birinə birləşdiyinə görə buna bütöv bir ədəd kimi baxıram. Bu da bütöv bir ədəddir. Bu da bütöv bir ədəddir, bu da. Yəni, vurmanla birləşdirən hissələr bütöv baxılır. İndi 35-i 7-yə böldüm 5, 5-i 3-ə vurdum 15x, üstə gəl. 35-i 5-ə böldüm 7, 7-ni də 2-yə vuracam
14 eləyəcək. Yəni 240 çıxılsın x vur 14 bərabərdir. 135'e vurdum 3500. Buradan da 15x bərabər üstə gəlsin. 240'ı 14'e vuracağım. Gəlin vuraq. 24'ü vurum 14'e. 6 yazdı 1 yadda 96. 4, 2, 6, 3, 1 yadda 3360. Çıxılsın 14x bərabərdir 3500'e. 15x'dən 14x'i çıxanda x bərabərdir 3500'dən çıxıram 3360'ı. 0, ondan 6 çıxdım 4, 4'dən 3 çıxdım 1, 140. Deməli x'imiz 140 imiş. Bizdən sonraki birinci yeşikdəki portağal, ikinci yeşikdəki portağaldan nə qədər çoxdur? Baxın, bu birinci yeşikdəki ümumi meyvə sayıdır 140 kiloqram. Yazdım bura 140. Bu isə ikinci yeşikdəki meyvə sayıdır. 240'dan 140'a çıxıram 100 kiloqram. İndi deyir ki, birinci yeşikdəki meyvələrin 7'də 3'ü portağaldır. Yəni 140'ın 7'də 3'ü portağaldır. 7'yə böldüm 20, 3'ə vurdum 60. İkinci yeşikdə 100 kiloqram var. Bunun da 5'də 2'si portağaldır. 5'ə böldüm 20, 2'yə vurdum 40. Soruşur ki, portağal biri o birisindən nə qədər çoxdur? 60'dan 40'a çıxıram, 20 kiloqram çoxdur. 12. Tənliyinin kökünü tapın. Gəlin tapaq. Hamısını qrama çevirək və hesabla. Bu da yəqin ki, qramdandır. 4 kiloqram oldu 4000 qram. Üstə gəlsin 1240 qram. Vurulsun 2, çıxılsın x bərabər 4160 qramı. Toplayaq bunları 0, 4, 2, 5, vurulsun 2, çıxılsın x bərabərdir 4160'a. Bu da eləyir 0, 8, 4, 10. 0, 8, 4, 10. Çıxılsın x bərabər 4160'a. X də bərabərdir 10480, çıxılsın 4160 bərabərdir 0, 2, 3, ondan 4 çıxanda 6. 6320. Yəni 6 kiloqram 320 qram. Doğru cavabımız olur C variantına bərabər. 13. Hovuzun altta biri boşdur. Hovuzdan 120 litre su götürsək, hovuzun 12'də 7'si dolu olar. Baxın, boş hissələ gediriksə, belə başa düşək. Altta biri boşdursa, 6'da 5'i doludur. Bax, dolu. Mənə dolu hissə lazımdır. Hovuzun 6'da 5'i doludur. 6'da 5x. Bundan 120 litre su, 180 litre su götürsək, 12'də 7'si dolu qalar. Yəni 12'də 7 x olar. Yəni boş hissəni bilməyimin nə mənası var? Mənə lazım ki, dolu hissəni işləyim. 6'da biri boşdursa, 6'da 5'i doludur. 180 çıxdım, 12'də 7'si dolu qaldı. Hər birini vuracam 12'yə. Vur 12, vur 12, vur 12. 12'ni 6'ya böldüm 2, 2'ni 5'e vurdum 10x. Çıxılsın 180, vur 12. 6 yazdı 1 yadda 3, 8, 1, 6, deməli 1 yazdı 1 yadda 216, 2160. Bərabərdir, 12'lər getdi, 7x. Buradan da 3x bərabərdir, 2160. X də bərabərdir, 720. X'imiz oldu 720. Hovuzun tutumu neçə yetirdi? B variantı 720. Üçbucağın birinci və ikinci bucaqların cəmi 100 dərəcədir. Birinci bucağa A yazaq. Bura olsun A, bura olsun B. Cəmi olsun 100 dərəcə. Sonra ikinci bucağa B yazmışıq. B ilə C'nin cəmi olsun 110 dərəcə. Bir də A ilə C'nin 1 ilə 3'ün cəmi olsun 90 dərəcə. Bu sualda dəfələrlə yazmışıq. Sol tərəfləri 1 toplayıram. 2A, 2B, 2C bərabərdir. Bunları da toplayanda deməli 0, 0 yazdı 1 yadda, 2, 300. 2'ni də mötərizə xaricinə çıxarsaq, A üstə gəl, B üstə gəl, C bərabərdir 300'ə. A üstə gəl, B üstə gəl, C bərabərdir 300'ü 2'yə böləcəyik, 150. Oldu mu? Oldu. Üçbucağın böyük və kiçik bucaqların cəmini tapın. Baxın, buradan belə başa düşürük ki, A ilə, məsələn, B ilə C-nin cəmi 110'dursa, B ilə C-nin yerinə 110 qoyaram, 110. 150'dən 110 çıxanda A olar 40 dərəcə. Deməli, A-mız 40 dərəcədir. Hamısını belə bir-bir tapa bilərsiniz. Sonra, məsələn, A ilə C-nin cəmi 90'dırsa, bu ikisinin cəmi 90'dırsa, 150'dən 90 çıxaram, C-nin qiymətini taparam 60 dərəcə.
A ilə B-nin cəmi 100-dürsə, 150-dən 100-ü çıxaram, C olar 50 dərəcə. Ən böyük bucaq 60, ən kiçik 40. Bunların cəmi 100 dərəcəyə bərabər. Təbii ki, buradan da baxıb onu görmək olardı, amma dəqiq tapmaq lazımdır ki, hər birinin sualının cavabını tapa biləsiniz. 15. Sürəti katerin sürətindən 6 dəfə az olan çayın üzərində iki körpüdən eyni zamanda qarşı-qarşıya kater və sal hərəkətə başladı. Körpülər arasındakı məsafə 192-dir. Onlar 4 saat sonra görüşdülər. Baxın, kater və sal aralarındakı deməli məsafə, katerin sürəti 6 dəfə azdır. Sürəti katerin sürətindən 6 dəfə azdır. Hə. Çayın sürəti x-dir. Katerin sürəti də 6x-dir. İki körpüdən eyni zamanda kater və sal hərəkətə başladı. Bu saldır, ancaq axın ilə gedə bilir. Bu da katerdir. Deməli, sala qarşı gəlirsə, deməli, axına qarşı gedəcək. Axına qarşı. Kater. Baxın, salın sürəti x-dir. Çünki salın sürəti çayın sürəti nədir? Bərabərdir. Katerin sürəti isə axına qarşı olduğuna görə 6x çıx x-dir. Yəni, katerin sürəti 5x-dir. Niyə ay müəllim? Çünki axına qarşı gedir. Salla üzbəüz gəlir. Sal ancaq axın ilə gələ bilir. Bu da axına qarşı gedir. Onlar 4 saatdan sonra görüşdülər. Mən də deyirəm ki, x üstə gəl 5x qarşı-qarşı hərəkətdə vurulsun zaman bərabərdir 192. 6x vur 4 bərabərdir 192. 24x bərabərdir 192-yə. X də bərabərdir. Neçə dəfə? Deməli, 8 dəfə olurmu? 8 dəfə 32, 8 dəfə. Deməli, salın sürəti, yəni çayın sürəti 8 imiş. Bu körpülər arasındakı məsafəni sal neçə saata qət edər? Məsafə ümumi 192-dir. Sal bunu 8 saata neçə saata qət eləyər? 8 sürəti ilə neçə saata qət eləyər? Gəlin baxaq. 2 dəfə çıx 16, 20, 32-nin içərisində 4 dəfə 24. 24-ün də rəqəmləri hasil olacaq 8. A variantı bizim cavabdır. X və Y məntəqələrindən qarşı-qarşıya eyni zamanda 2 avtomobil yola düşdü. X məntəqəsindən gələn avtomobilin sürəti 80. Avtomobillər 5 saat sonra görüşdülər. 2 məntəqə arası məsafə 750-dir. Y məntəqəsindən hərəkət edən avtomobilin sürətini tapın. 80 üstə gəl x, bilmirəm də sürətin vurulsun zaman bərabər 750. Çox sadə sualdır. 80 üstə gəl x bərabər 750-ni 5-ə böləcəyik. Bir dəfə 5, 0, x də bərabərdir 70. Cavab oldu C. 17. Qalıq 2 olan halda bölənlə ən kiçik sadələrin cəmini tapın. Deməli, biz bilməliyik ki, 72 bərabərdir 5-i x-a vurub, üzərinə nə gəlirlər? 2-ni gəlirlər. Böləni qismətə vurub, üzərinə qalığı gəldim. 72 çıx 2 bərabərdir 5x-a, 70 bərabərdir 5x-a, x də bərabər 70-i 5-ə böləcəm. Bir dəfə, deməli, 40-ın içərisində 5, 8 dəfə, 18. Bölənlə ən kiçik sadələrin cəmini göstərin. Bölənimiz 18-dir. Ən kiçik sadələrimiz isə 2-dir. Düzdür? Bunların da cəmini istəyir bizdən. Bir də baxaq. Bölənlə ən kiçik sadələrin cəmini göstərin. Bəlkə buradan nəsə gözümüzdən qaçır. 70-i 5-ə böləndə 18 eləmir axı. Müəllimimiz qaza gəlir. 16 eləyir. 16 ilə də 2-nin cəmi neçə eləyəcək? 18. Cavab oldu E. 18-ci sual. Aralarındakı məsafə 960 olan A və B məntəqələrində qarşı-qarşıya mini və yük avtomobili yola düşdü. Onlar 6 saatdan sonra görüşməli idilər. Yük avtomobilinin sürətinin mini avtomobilin sürətinin 3/1 hissəsinə bərabərdir. Mini avtomobili yolda 1 saat istirahətə sərf edərsə, mənzil başına vaxtına çatması üçün sürətini nə qədər artırmalıdır? Bunlar arasında məsafə var. Bunlar arasında məsafə nə qədər? 960. Və 6 saatdan sonra görüşməli idilər. 960-ı mən 6-ya bölsəm, bir dəfə 6. Bunların sürətləri cəmi 160 olmalı idi. Yük avtomobilinin sürəti mini avtomobilin sürətinin 3/1 hissəsi qədərdir. Yəni biri x-dir, biri də 3/1 x-dir. Cəmi də nə qədərdir? 160-dır. Gəlin buradan hər birinin sürətini tapaq. 3-ə vurdum hər birin. 3x üstə gəlsin. X bərabərdir 480. 4x əgər 480-dirsə, x olur neçə? 120. X-imizin qiyməti 120-dir. Deməli, bura 120-dir. Bura isə 360-dır. Biri obisindən filan qədər çoxdur. Deməli, mini maşının sürəti 360-dır.
Yük maşınının sürəti isə 120-dir. Deyir ki, mini avtomobil yolda 1 saat istirahətə vaxt sərf edərsə, mənzil başına vaxtında çatması üçün sürəti nə qədər artırmalıdır? Bunlar 6 saatdan sonra görüşməlidirlərsə, baxın, bu 6 saata 720 kilometrin gələcək. 120-ni vuram 6-ya. Düzdür? Bərabərdir. Nə qədər eləyir? 720. Düzdürmü? Çünki bunların sürətləri, biz burada niyə 3-ə vurmuşuq? 3-də 1-ini tapmalıyım. Deyirəm, ədəd düz gəlmir. 360 ilə sürət olar. Yoxlayam desəm. Birinin sürətini 120 tapmışıq. Bu düzdür. O birisi bunun 3-də 1-idir. Mən 3-ə vurmuşam səhvən. 120-nin 3-də 1-ini tapıram. 120-nin 3-də 1-ini tapanda eləyir neçə? 40. Yəni maşınlardan birinin sürəti 120-dir, biri 40-dır. 6 saata, baxın, mini avtomobili 1 saat yolda dayanacaq. Yük avtomobili 6 saat yolun gəlir. Nə qədər eləyir? 240 kilometr. 240 kilometrin gəldisə, o birisinə gəlməyə nə qədər yol qalır? 0, 2, deməli 720 kilometr. Bunun gəlməli olduğu 720 kilometr yolu qalır. İndi deyir ki, bu vaxtında ora çatmağı üçün, yəni 6 saatdan 1 saatın sərf eləyib, qalıb 5 saatı. 5 saatı. 5 saata 720 kilometr getməlidir. Mən də tez 720-ni 5-ə bölürəm görüm, bu saatda neçə ilə sürməlidir? Bir dəfə, 22-nin içərisində 4 dəfə, bu da oldu, deməli 4, 144. Deməli, bu maşın 120-dən gedir. Sürətin 144 eləməlidir ki, gəlib vaxtında bura çatsın. Mən də 144-dən çıxıram 120-ni, eləyir neçə? 24. A variantı bizim doğru cavabımızdır. Kvadratın tərəfi 36 desimetrdir. Bu kvadratı bərabər sayda 100 kvadrata böldülər. Tərəfi 36 desimetrdirsə, alınmış kvadratın bir tərəfi bərabər olan üçbucağın perimetrini tapın. Tamam, tərəfi 36 desimetr kvadratıdırsa, mən bunu deməli santimetrə çevirsəm 360 olacaq. 360-ı vururam 360-a, sahəni tapıram. 0, 0, 36-36-ya vuraq bir dənə. Deməli, 6 yazdıq, 3 yadda, 18, 21, 8 yazdıq, 1 yadda, 108, 6, 9, 2, 1, 1296. Yəni 129.600. Bunu 100-ə böləcəm. 100-ə böləcəm. Niyə 100-ə bölürsən? Çünki 100 dənə kvadrata böl deyir. 100 dənə kvadrata böləndə, bu 100-ə bölünəndə 1 kvadratın sahəsi olur 1296. Və bir daha deyək. Tərəfi 36 desimetrdir. Bu kvadratı bərabər sayda 100 kvadrata böldülər. Alınmış kvadratın bir tərəfinə. Biz bunu sahə kimi aldıq. 1296. Və burasını bir daha deyim, beynimiz qarışmasın. Tərəfi 36 desimetrdir. Lap desimetrlə gedir, fərqi yoxdur. 36-nı 36-ya vuranda sən bunun sahəsini alırsan. Niyə vurursan? Çünki 100 kvadrata böləcəmsə sahəni böləcəm. Biz də həmişə demişik ki, bunu rahat olsun deyə santimetrə çevirmək daha məsləhətdir. Cavablar da santimetrinə verilib deyə. 360-ı vuracaqsan nəyə? 360-a. Tapacaqsan sahəni. Və sahəni tapandan sonra biz bunu nəyə böləcəyik? 100-ə böləcəyik. Niyə 100-ə bölürük? Çünki 100 dənə bərabər kvadrata bölünüb. Deməli, bu elədir 129.600. Bunu da 100 kvadrata böləndə 1296. 1 kvadratımızın sahəsi oldu 1296-ya bərabər. Oldu mu? Oldu. Alınmış kvadratın bir tərəfi bərabər olan üçbucağın perimetrini soruşur. Mən tapdım ki, 1 kvadratın sahəsi 1296-dır. İndi sən kvadrat olduğuna görə, bu kvadrat olduğuna görə bunun sahəsi tərəfi vurmaqla tapılır, düzdürmü? 1296 nəyin kvadratı ola bilər? Bu çox çətin sual gəldi adamın, düzdürmü? Məsələn, bildiyim odur ki, 30-u 30-a vuranda 900 eləyir. Düzdür? İndi deməli bu 30-dan böyük bir ədəddə 1296-ya çatmaq üçün. Vurma cədvəlində yadda saxla görüm. Sona 6 olmaq üçün hansı iki ədədi bir-birinə vurarsan? Ya 4-ü 4-ə vurarsan 6 olsun deyə. Ya da 6-nı 6-ya vurarsan. Axırını 6 olmaq üçün. Yəni bir dəfə 34 vur 34-ü yoxla kalkulyatına. Bir dəfə də 36 vurulsun 36-nı yoxla ki, görə 1296 eləyirmi? Yoxlasaz görərsiniz ki, bəli, 36 vur 36 1296 eləyir. Bizim kvadratın bir tərəfi 36-dır. Bunun bir tərəfinə bərabər olan deməli, bir üçbucaq var. Həmin üçbucağın perimetrini soruşur. Alınmış kvadratın bir tərəfi bərabər olan üçbucağın perimetrini tapın. Yəni, bərabər tərəfli üçbucaqdan söhbət gedir. Bu sizdə düzəldiləcək. 36, 36, 36.
3 vurulsun 36 nə qədər elədi? 108'e bərabər oldu. D variantı bizim doğru cavabımızdır. 20-ci sualımız üçbucaqlı prizmanın tillərinin sayı ilə beşbucaqlı prizmanın üzlərinin sayının hasilini tapın. Til sayı 3 vurulsun n düsturundan hesablanır. Üst sayı n üstəgəl 2. Üçbucaqlı prizmanın tilləri deyirsə n'imiz 3'dür. 3 vurulsun 3 bərabər 9 dənə tili var. Beşbucaqlının üzləri deyirsə n'imiz 5'dir. 5 üstəgəl 2 bərabərdir 7. Bunların da hasili 9 vur 7 bərabərdir 63. C variantı bizim doğru cavabımızdır.